Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı etiraf edib. Axşamaz xəbər verir ki, sənətçi bu haqda AFAQ-la Onlar verilişində deyib. O bildirib ki, illər əvvəl ailə qurmağa hazırlaşırmış. Amma yoldan dönüb. Ərə getmək istəmirdim. Elçilikdə qısa ətək geyindim ki, bəyənməsinlər. Amma qaynanam çox müasir imiş, dedi, gözəlsən. Düşündüm ki, alınmadı. Həmin məsələ nişana qədər getmişdi. Amma nişandan bir ay əvvəl dedim ki, istəmirəm. Uşaq idim, ani qərar vermişdim. Sonra düşündüm ki, bunun arxasında dayanmaq, davam etmək lazımdır. Ailə həyatını davam etməyə sevgi, həyəcan lazımdır. Bunlar heç biri yox idi.